Deməli, 99-cu sualda bizdən nə istəyir? Deyir, A nöqtəsində atmosfer təzyiqi 760 millimetr civə sütunudur. Deməli, A-da bizdə atmosfer təzyiqi nə qədərdir? 760. Düzdür? Yazırıq bura. Sabahınız xeyir müəllimə. Sabahınız xeyir olsun uşaqlar. Deməli, bizə deyir ki, A nöqtəsində atmosfer təzyiqi 760 millimetr civə sütunudur. Havanın temperaturu isə 10 dərəcədir. Yəni A-nın olduğu yerdə havanın temperaturu 10 dərəcədir. Təzyiq isə 760 millimetr civə sütunudur. Yəni bilinmir də, amma hündürlüyü. Deyir B nöqtəsində atmosfer təzyiqi 460-dır. 460. Olarsa dağın mütləq hündürlüyünü və B nöqtəsinin havanın temperaturunu müəyyən edin. Baxın, mən sizə öyrətmişdim ki, əgər burada bu izohipslər çölə doğrudursa, demək bu nədir? Evet. B-miz dağdır. Əgər bu içəri olsaydı, B nə olacaqdı? Çökəklik olacaqdı. İndi sizdən nə istəyir? Deyir ki, B-nin havasının temperaturunu və mütləq hündürlüyünü tapın. İndi biz burada nə etməliyik? Əvvəlcə təzyiqləri bir-birindən çıxırıq. Məsələn, A-nın təzyiqi ilə B-nin təzyiqi bir-birindən çıxacaq. Neçə qalır çıxanda? 300. 300. Ayşə, sonra nə edəcəyik? Bu 300-ü biz deyirdik ki, 10'a vurursa metrə Ara kesmelere bölü. yox, metrə çevirəndə. Bəs bizim bu 10'a 1 idi. 300'ü de 10'a vuruq da mən. ay sağ ol. Çünki yadınıza saxlayın. Millimetr civə sütununu metrə çevirmək üçün, yəni hündürlüyə çevirmək üçün biz onu 1-0 artırmalıyıq. Arxasına da bildinizmi necə? Demək, A nöqtəsində atmosfer Yani təzyiqi, biz neye çeviririk müəllim onu? indi izah verirəm. A nöqtəsində təzyiq 760 millimetr civə sütunudur. B nöqtəsində isə təzyiq 460 millimetr civə sütunudur. Deməli, biz birinci təzyiqləri bir-birindən çıxırıq. Yəni 760-dan 460-ın çıxdım. Elədi 300 millimetr civə sütunu. Daha sonra 300 millimetr civə sütununu mən hündürlüyə çevirmək üçün nə etməliyəm? Arxasına bir dənə sıfır artırmalıyam. Yəni 300-ün arxasına bir dənə sıfır artırılanda metrə çevrilir. Millimetri metrə çevirirsən. Metrə çevirəndə bir dənə sıfır artırılır. 300 deyil, olur 3000. 3000 metr. 1, 2, 3. 3 dənə sıfır olur arxasında. Aydındır? Hı hı. Bizdə də coğrafiyada bir qayda qanun var ki, hökmün budur qayda. Yəni bu qaydanı heç vaxt poza bilməzsən. Deməli, 1000 metrdə hər zaman temperatur 6 dərəcə azalır. Yəni 1000 metr hündürlüyə doğru qalxsa temperatur 6 dərəcə azalır. Deməli, 1000 metrə 6 dərəcə azalırsa, bəs 3000 metrə nə qədər azalar? Burada heç nə. 6-nı vurarsan 3000-ə, böləsən 1000-ə. O da eləyəcək neçə dərəcə? 18 mi? 18. 18. Hı. Düzdür, 18 dərəcədir. Sıfırada 18 dərəcə. çıxartmadım. Bəli. Bizdə deyir ki, A-da temperatur neçə dərəcə idi? 10 dərəcə idi. İndi biz burada bilirik ki, A aşağıdadır. Yəni A çökəklikdir də, bildinizmi necə? B isə təpədir. Təpədə isə qiymət, yəni dərəcə, temperatur aşağı olmalıdır. Ona görə də biz nə etməliyik? Müsbət 10 Sıxırıq. dərəcədən çıxmalıyıq, bəli. Çıxacaq nəyi? 8-i. 18-i. Deməli, ondan çıxırıq nəyi? 18-i. Ondan Mən 8. 18 çıxanda qalacaq mənfi 8. Çünki təpədə qiymət, yəni temperatur aşağı olmalıdır. Aydındır? İndi cavabımız nə olacaq? 3000 metrlə mənfi 8. Yəni bu 10 ilə 8 söhbətini tutanmadım tam olaraq. Uşaqlar, yenə deyirəm, təzyiqi metrə çevirəndə arxasına bir dənə sıfır artırılır. Millimetri Ah, metrə çevirəndə bir dənə sıfır artırılır arxasına. aha, bildim. Bu həmin Bu 10 coğrafi qayda. dərəcədən çıxırıq bu 18-i, tapdığımız 18-i. Ay, uşaqlar, bu 10 dərəcə bunun temperaturudur. Temperatur. Temperaturdan temperaturu çıxırsan, təzyiqdən də təzyiqi çıxırsan. Sən təzyiqdən temperaturu çıxa bilməzsən heç vaxt. Hə, yəni deyirəm həmin bu 10-dur, bu tapdığımız Bəli, 18-i bəli. çıxırıq da onu dedim. Hə, 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 onu. okey. Anladım. Deməli, 99-da cavabımız olacaq nə? B variantı. Aydındır, sual olan var? Hı. Yoxsa keçən digər sualımıza. Yəni siz bu coğrafiyanın qaydalarını mütləq bilməlisiniz ki, millimetri metrə çevirəndə bir dənə sıfır artırılır.
Və yaxud da ki, 1000 metr hündürlüyə doğru qalxanda 6 dərəcə temperatur aşağı yenməlidir. Bu hökmən yadda saxlamalısınız. Başqa yolu yoxdur. Bu əzbər, çünki əzbər tələb edir ki, belə işlənməlidir. Nətər məsələn riyaziyyatda qaydalar olur, burada da belə qaydalar var. Sonra keçirəm 100-cü sualımıza baxıram. Deyir ki, bizdən dağın yamacında A nöqtəsində havanın temperaturu. Bax, bir dənə dağ çəkirsiniz. Bu qəbula düşür bu temperatur məsələləri. A nöqtəsində havanın temperaturu müsbət 11 dərəcədir. 11 dərəcə. Deyir, B nöqtəsində isə 26-dır. Deməli, B bundan nəymiş? Aşağıdaymış da. Çünki aşağıda temperatur yüksək olur. Deyir, A nöqtəsi ilə B nöqtəsi arasındakı hündürlük fərqini müəyyən edin. Heç nə. 26 ilə 11-in arasında nəyi tapacaqsınız? Fərqi. Yəni, bayaq kimi. Qırxın. Ay, sağ ol. Çıxacaqsınız O da bir-bir. 1006 ilə götürüb hesablayırıq, değil mi? Hə, yenə 1000 metrə 6 dərəcəni hesablayacaqsın. Yəni, o 1000 metrə 6 dərəcəni hər zaman düşür də. Yəni, onu unutmayın. Yəni, o yaddan çıxmasın. 25. Deməli, 26-dan çıxarsan 11-in. Eləyəcək neçə? 15 dərəcə. 15. Ay, sağ ol. 1000 metrə 6 dərəcə də bizdə hər zaman. Yəni X-ə də olacaq 15 15 dərəcə. dərəcə. Всё. 15-i vurasdan 1000-ə, böləsdən 6-ya. 15.000-i 6-ya böləcəyəm. 15-i vurasdan 1000-ə, böləsdən 6-ya, bəli. 2500. Cavabımız eləyir B variantı. Keçən indi 101-ci sualımıza da baxalım. 101-ci sual deyir, mütləq hündürlüyü 3000 metr olan dağın ətəyindən okean səviyyəsində havanın temperaturu 8 dərəcədir. Zirvədəki temperaturu müəyyən edin. Deməli, biz burada nə edirik? Yenə, baxın, 1000 metrə bilirik ki, bizdə temperatur 6 dərəcə idi. Hündürlükdə isə bizə indi burada biz nə etməliyik? 1000 metrə 6 dərəcə idisə. 3000 metrə X olacaq. 3000 metrə bəli x olacaq. 3000 metrə x. Deməli, 3000-i vurasdan 6-ya, böləsən 1000-ə. 6000-i 6 ilə getəməm. Yox, 6-nı vuracaq. 18. 3 18-də. Hə, 7 qalan 18. X-im olur mənim 18. Deməli, 18-dən də daha sonra nə edəcəm? 8-dən çıxacam nəyi? 18-i. Zirvə yenə deyirəm, axı, zirvənin qiyməti aşağı olmalıdır, mənfi olmalıdır çox vaxt. 8-dən də 18-in çıxsam, eləcək mənfi 10. 101-də cavabımız olacaq D variantı. Aydındır. Əslində asandır, prosto adam gərək qaydasını bilsin. Qaydaları deyirəm də, bir dənə, 2 dənə qayda var. 1000 metrə 6 dərəcə, bir də millimetrə çevirəndə bir dənə 0 artırılır. Всё. Yəni 2 dənə qayda var burada, başqa qayda yoxdur. Deyir ki, 102-də B nöqtəsində atmosfer təzyiqi, yəni yenə demək bizim zirvədə təzyiq 758 imiş. 758 millimetr civə sütunu. Sonra baxın, deyir horizontalların 20-dən bir-bir keçdiyini nəzərə alaraq A nöqtəsində atmosfer təzyiqini müəyyən edin. İndi biz burada bizdən nə istəyir? Deyir ki, B nöqtəsində, yəni zirvəmizdə temperatur 758 mm civə sütunudur. Horizontalların isə 20 metrdən bir keçdiyini nəzərə alaraq A nöqtəsinin horizontallar, baxın uşaqlar, bu xətlər nədir? Horizontallardır. Bunlar horizontallarımızdır. Deyir, bunlar 20 metrdən bir keçir. Deməli, nə edirik? Bu belə məsələn. Burada bəli, baxırsan ki, A-dan B-yə 2 dənə boşluq var. Bir boşluq, 2 boşluq. Ona görə 20-ni vurursan 2-yə. O da eləyəcək nə? 40. 40 metr. Deməli, 40 olacaq burada, 40 metr. 758-dən Bax, 40 metri çeviririk biz millimetrə. Metrimizi millimetrə çevirəndə bir dənə 0 silinir. Məsələn, yenə deyirəm, millimetri metrə çevirəndə bir dənə 0 artırılırdı. 0 artırılır. Amma ki, metri millimetrə çevirəndə bir dənə 0 silinir. Bildinizmi? 0 burada silinir.
İndi 40 Burada 20 metr idi metr də bu, olduğuna göre. düzdür? Hə, 40 metr idi. 40 metri millimetrə çevirmək üçün mən bir dənə sıfırı silirəm, eləyir 4 Evet. millimetr civə sütunu. Aha. Sonra biz nə edəcəyik burada? 4 millimetr civə sütunu da bizdə B758 deyil zirvə. Biz də bilirik ki, hündürlüyə qalxdıqca, zirvəyə qalxdıqca temperaturla təzyiq azalır. Yəni A aşağıdadırsa, A-nın təzyiqi B-nin təzyiqindən yüksək olmalıdır. Yəni 758-in üzərinə bu 4-ü gələcəksən. O da eləyəcək 762 millimetr civə sütunu. Aydındır? Aha. Şəhanə, sən aydın olur? Bəli, müəllimə, bəli. Hı. Demək, keçirik digər qaydalarımıza baxırıq. 103-ə. 103-də bizdən nə istəyir? Deyir ki, A-da temperatur -4-dür. Yəni zirvəmizdə temperatur 4-dür. Deyir B nöqtəsində isə 8-dir. Müsbət 8, yəni aşağı hissəmizdə. Çünki zirvədə hər zaman deyirəm, temperaturdur, təzyiqdir, aşağı olur. Amma zirvəmizdə aşağıdırsa, çökəkliyimizdə belə deyil. İndi bizdən burada nə istəyir? İndi bunlar arasında biz nəyə tapacağıq? Fərqi tapacağıq. Düzdür? Yəni -4-dən nəyə çıxacağıq? Yəni -4-dən çıxacağıq 8-ə. Orada bilirsiniz də çıxmalar nəyə çevrilir? Mənfi müsbətə çevirin. Müsbətə çevrilir. Yəni 12 olacaq. -4-dən baxın, riyazi qaydaları bilirsiniz də yəqin ki. Çıxsaq 8-i bu çıxaqlar var da, onlar nəyə çevrilir? Müsbətə. Müsbət 4-ə. O da eləyəcək 12. Deməli, Hə, bizdə bir toplayırıq qaydamız bunu. var idi ki, yenə qaydamızı deyirəm. Qaydanı unutmayın. 1000 metrə 6 dərəcədirsə, x-imə də 12 dərəcədir. 12-ni vururam 1000-ə, Müəllim, bölürəm 6-ya. O da eləyir. orada 8-dən çıxmırdıq -4, onlar toplama olurdu. Əksinə olanda. Yəni ümumiyyətlə toplama olmalıdır da. Yəni -4-dən də 8-in çıxsan, yəni 12 qiymətini almalısan. Yəni istəyirsən 8-dən çıx, istəyirsən -4-dən çıx. Onsuz eyni qiymət alınır. Aydındır? Deməli 2000 metr eləyir, düzdür? Sonra nə edirik? Burada baxırsan ki, bunun arasında nə qədər boşluq var? 1 boşluq, 2 boşluq, 3 boşluq, 4 boşluq. Deməli 4 dənə boşluq var A-nın B arasında, gördünüzmü? Bu 4 dənə boşluğu nə edəcək? 2000 almısan da sən. 2000 metr. 2000 metri böləsən nəyə? 4-ə. O deyəcək 500 metr. Yenidən izah verim. Bəli, müəllimə. Bax, birinci əvvəlcə A ilə B arasındakı fərqi tapırsan, temperatur fərqini. Yəni, çıxırsan nəyi? 8-dən, yenə deyirəm, -4-də çıxa bilərsən. Fərqi yoxdur. Yəni, yenə onsuz 12 alarsan da. Yəni, belə də eləsən 12 alarsan, belə də eləsən 12 alırsan. Sonra 1000 metrə temperatur hər zaman 6 dərəcədir, x isə 12-dir. 12-ni vurduq 6-ya, böldük. Vurduq 1000-ə, böldük 6-ya. Neçə elədi? 2000 metr. A-nın bir arasında neçə dənə boşluq var? 4 dənə boşluq var, düzdür? 2000 metrdə bölürsən 4-ə, tapırsan kəsmə yüksəkliyi neçəymiş? 500. Hə, 4 böldük, hərfi anladım. Canımız olur C variantı. Keçirəm 14-cü sualımıza baxıram. Deyir, kəsmə yüksəkliyi 150 metr olan sxemdə kəsmə yüksəkliyi bilirsiniz uşaqlar nə deməkdir? Ara Baxın, kəsmələrin qiyməti. bəli, ara kəsmələrin qiyməti kəsmə yüksəkliyidir. Yəni o nə deməkdir? Qoy sizə başa salım da. Yəni burada rəqəmlər 150 150 neyniyib? Artır. Bax, A-dan aşağıya doğru 150 150 artıb. Amma B-dən yuxarıya doğru azalıb. Çünki zirvədə qiymət aşağı, zirvədə get-gedə nə olmalıdır? Artmalıdır, əksini mən səhv dedim. Deməli, kəsmə yüksəkliyi 150 metr olan sxemdə B nöqtəsində havanın temperaturu 10 dərəcədir. Baxırıq buradan. B-də temperatur 10 dərəcədir. A nöqtəsindəki məntəqənin temperaturu müəyyən edin. Yəni A-nın temperaturunu istəyir səndən. Deməli, burada sən nə edəcəksən? Deyərsən ki, 1000 metrə 6 dərəcədirsə, x-imə də
10 dərəcədir. B-nin hündürlüyünü tapmağa çalışıram. Onu vururam 1000-ə. 10.000 Mhm. bölür 6. Ödələdi 6.000. 6000. Vurduz, düz böldüz. Onu deməli, 1000-i vurduq 10-a, böldük 6-ya. 10 vur 1000. Onu vurdum, nə 10. böldüm? Bəsən qalıqla alınır, hə? Bax, gəlin də başqa metod göstərim sizə. Bircə dəqiqə. Demək uşaqlar, bax, 104-də yenə deyirik. Burada biz bildik ki, B məntəqəsi nədir? Çökəklikdir. Yəni, xarici horizontaldır. Düzdür? A Müəllimə, nöqtəsi. Hə, mən şey dağ deyil, kənara çəkilir baxır. uşaqlar, Əcaibsə. A-nı demirəm, B-ni deyirəm. B çökəklikdə kənara çəkilir. B zirvədir demək istəyirsən, düzdür? A qeyd edəcəksən ki, yenə deyirəm, əgər bu içəri doğru olsaydı, nə olacaqdı? Çökəklik. Çəkilik, bəli müəllimə. Ay sağ ol. Ona görə deyirəm də A çökəklik deyil. A dağdır, dağ. Bəli İçəri müəllimə. gəlməyib axı xətt. Düzdür? Bəli mən də onu deyirəm, yəni dağdır. Dağda B deyirəm çökəklikdir. Hə, yəni Tbilisi olduğuna görə deyirsiniz, hə. Hı. Qeyd edəcəksiniz ki, B çökəkliyin kənarındadır. Yəni, ən xarici horizontalın üzərindədir. A isə yəni daxili hissəmizdədir, düzdür? İndi biz burada nə edirik? Birinci, burada baxırıq ki, bunlar arasında nə qədər boşluq var. 1, 2, 3. Bu 3 dənə boşluğu vururam kəsmə yüksəkliyimə. Yəni 3-ü vururam 15-ə. Elədi 450. Hı -hı. 450 metr. Daha sonra indi bu 450 metri bu düsturla tətbiq edəcəm. 1000 metrə 6 dərəcədirsə digərimizə. Yəni 450 metrə x-dir. 450-yə x. Metri metrin altına yazarlar. Hı -hı. 450 metrə x-dir. Nə edəcək burada? 450 metr nə qədər temperatur olur? 450-ni 450. 6-ya vurub 1000-ə bölərsə mən. Aha, Hı o da -hı. 2,7 O elir. da 2.7. Ay, 2,7 elədi. Sonra nə edirik biz burada? Tapdıq ki, bunlar arasındakı temperatur 2,7-dir. Fərq də. İndi biz Hı. ondan, yəni B-də 10-dur. Biz bilirik ki, Sonda 7-dən çıxacaq müəllimə. hı -hı. O İndi biz dərəcə burada nə 7 10 etməliyik? 10 A-ya dərəcədə. doğru qalxsa, azalırsa, onda B-dən də A-nı çıxarırıq da. Ondan 2.7-dən çıxarırıq, 7.9. Ay, sağ ol, düzdür. A-da temperatur aşağı olmalıdır. Ondan çıxarsan 2,7-ni neçə elədi? 7 15. 7,3. Camımız olur. 104-də D variantı. Aydın desin, yenə izah verim. Burada uşaqlar, yenə deyirəm. Boşluqlara baxırsınız. 1, 2, 3 dənə boşluq var. 150-ni vurdun 3-ə. Elədi 450 metr. Demək, A ilə B arasında 450 metr fərq var. 1000 metrə 6 dərəcədirsə 450 metrə x-dir. Tapdım ki, A ilə B-nin temperaturu arasında 2,7 dərəcə fərq var. B-m 10 dərəcədirsə, mən 2,7-ni B-dən çıxsam, eləyəcək 7,3. Demək, mənim A-m neçəymiş? 7,3-müş. Həqiqətən də A ilə B arasında, məsələn, ondan 7,3-ün çıxsan, 2,7-ni tapacaqsan. Cavabımız olur D variantı. 105-ə baxaq. Hündürlük 6200 metr olan 6200 metr olan dağın zirvəsindəki temperatur -30-dur. Həmin dağın ətəyindən okean səviyyəsindən 200 metrdəki temperatur isə temperaturu müəyyən edin deyir. İndi biz burada nə edəcəyik? Deməli, belə məsələlərdə əvvəlcə biz nə etməliyik?
Yazacaqsan ki 6200-dən 6200-dən çıxarsan, metrdən metrə çıxarsan. 6200-dən çıxarsan 200-ü. Eləyəcək 6000. 6000 1000 metrə alt dərəcədirsə 6000 metrə x-dir. Yəni 6000-i vurarsan 6-ya böləsən 1000-ə. O da neçə eləyər? 36 eləyir də təxminən, düzdür? 6200-dən çıxdın 200-ü. Hı. Elədi 6000. Elə. 6000. Sonra 1000 metrə alt dərəcədirsə 6000-ə x. 6-nı 6-ya vur 36. Hı -hı. 36 mindən. 36 dərəcə. Hı. 6000-i vurdum 6-ya böldüm 1000-ə. Elədi 36 dərəcə. Nə Mənfi deməm? 36-dan da mənfi 36-nın da üstünə 36 dərəcəni gəlsəm, çünki məndən aşağını soruşur. Aşağıda bizə temperatur yüksək olmalıdır. Aşağını tapanda toplayırıq. Mənfi 36-nın da üstünə müsbət 36-nı gəlsəm eləyəcək müsbət 6 dərəcə. Mən burada mənfi 36-dıq. Mənfi 32. Mənfi 30-un üstünə gəlirəm müsbət 36 deyirəm də. Hə. Hə, hə. Hə. Deməli, canımız olur 105-də A bəndi. Sonra 6. keçirəm 106-ya. Bizdən nə istəyir? Deyir, kəsmə yüksəkliyi 50 metr olan, yenə kəsmə yüksəkliyi, baxın, bu ara boşluqlardır. Yenə deyirəm, 1, 2, 3, 4. Deməli, 4-ü sırazı nəyə vurmalısan? 50-yə. Kəsmə yüksəkliyi deyirsə, aradakı boşluqlara vurursan. Daha sonra nə deyir? Deyir, B nöqtəsində atmosfer təzyiqi, yəni zirvəmizdə 730-dur. Deyir, A məntəqəsindəki atmosfer təzyiqi tapın. Yenə 4-ü vurarsan 50-yə. 200. Eləcə 200 metr. Aysə o. 200 metri millimetrə çevirəndə bir dənə sıfırımız silinir. Metri millimetrə çevirəndə bir dənə sıfır silinir. Qaldı 200. 20. 20. Deməli, 730-un da üzərinə nə gəlməlisən? 20-ni gəlməlisən. 730-un da üstünə 20 750. gələndə 750. Yenə deyirəm, Cavab. aşağıda temperatur yüksək olur. Yuxarıda temperatur az olur. Aydındır uşaqlar. Çünki A aşağıdadır, B yuxarıdadır. B çünki zirvədir, zirvə. Aydındır? Sual varsa verin. Bizdən A-nın qiymətini soruşur da, ona görə. Evet, A'dakı olan təzyiqi soruşur. Əziqi, hə. Sual var. Təzyiqimiz oldu 750 müəllimə. Şahan, nəsə demək istəyirsən, o da başa düşmürəm. Səsin zəif gəlir. Xeyr, müəllimə, sizin də səsiz mənə gəlmədi deyim. Hə, olar. Deməli, canımız nə olacaq? 750. Sual varsa verin, yoxsa keçirəm digərinə. Rahat sual idi bu. Keçirəm digər sualımıza baxıram. 107-yə. Deyir ki, sxemdə A nöqtəsində havanın temperaturu 20-dir. Baxın, burada, yəni bizim zirvəmizdə temperatur müsbət 20 dərəcədir. Horizontal 100 metrdən keçir. Yenə 1, 2, 3. Kəsmə yüksəklik deyirsə, horizontal 100 metrdən keçir deyirsə, sırazı onun arasındakı boşluğa vururam. 100-ü vururam 3-ə. Eləyir 300. Sonra nə edirəm? Deyir, keçdiyini nəzərə alaq, B-dəki nöqtənin havanın temperaturunu tap. Yəni, sən bunun temperaturunu istəyir. A-da 20-sə görə B-də neçədir? 300-dür. Biz də bilirdik ki, 1000 metrə, burada nə eləməliyik biz? Kim deyər? Deməli, bunun üçün biz nə eləməliyik? Qeyd edəcəksiniz ki, Neçənçisi oldu 107-ni? hə, bax, A ilə B arasındakı hündürlük fərqi neçədir? 300 metrdir. Düzdür, ağası? Hə. Aha. Sonra 300 metrə neçə yazsan? B yazsan da 1000 metrə neçə yazarsan? A 1000 metrə. Birinci onun arasındakı fərqi tapdı. Zaten 2-ni 100-ə vururuq da. Ki arasında 200 metrədir aralıq, boşluq.
Yox, boşluq 3 dənə dax. 1, 2, 3. Hə, onda 3 vururuq. Vurdum 3-ə. Elədi 300. Ay 300-ü sor. də vururuq 0.6-ya. Elə promoy vuraq ki, şey saxlamayaq da 100 metr, 6 metr. Bilirəm, sən deyirsən, axı onlar bilmir axı, ona görə mən bunu yazdım. Onda 1000 metrə 6-sı 6-da 3000-ə 300-ə x. də 300-ə x. Ay sağ ol. O da eləyir 1,8 edir, səhv eləmirəmsə. hə. Aysə, sonra 1,8 neyniyəsən? Buna gələcək 20 dərəcə. Aysə, vəsiyə. Çünki B aşağıdadırsa, demək temperatur yüksək olmalıdır. 20-nin üstünə 1,8 gələndə cavabımız eləyəcək 107-də C variantı. Aydındır? Bir dəfə də desək olar onun ümumi. Ağaçını izah elə. Ən başdan. Hə. Birinci o A ilə B-nin arasındakı boşluğa baxsan, görsən 2 dənədir də. 3 dənə, yenə 2. Üstü. Hə, 1, 2, 3. Hə. 1, 2, 3. Tazın 3 dənə olduğuna görə biz arasındakı şey tapsan da fərqi. 3-ü vurursan 100-ə, kəsmə yüksəkliyə. Eləyir 300. Təzədən bizim də qaydamız var ki, hər 1000 metrə 6 dərəcə azalır. 1000-ə 6, 300-ə də x. O da eləyir 1,8. Təzədən 20 dərəcə Selsiyin üstünə də 10 gələndə cavab çıxır. Çox sağ ol izahın üçün. Deməli, 108-ə də baxalım uşaqlar. Deyir ki, dağın ətəyində atmosfer təzyiqi, bax çəkirəm, 740-dır, 46-dır. 746. Deyir zirvəsində isə 470-dir. Deməli, dağın nisbi hündürlüyünü müəyyən edin. Nə edəcək burada uşaqlar? 746-dan Ay, sağ ol. 470 çıxır. 746-dan 470-i çıxıram, eləyir 276. Biz də Hər bilirik, 10 metrədə 1 ay millimetr sağ ol. azalır. Millimetri metrə çevirəndə bir dənə sıfır artacaq. Yəni 276-nın arxasına bir dənə sıfır artıranda 2760 eləyir. Aydındır? Çətin deyil bu. 109-a baxırıq. Deyir dağın yamacında dəniz səviyyəsindən 1700 Bəli, mən üzr istəyirəm. 746-dan 470-ə çıxdıq. Sonra nə etdik? millimetrə nəyə metrə çevirəndə nə edirik? Bir dənə sıfır artırırdıq. Hə, yox. Bəli, Hələ bu. bəli, budur. Hı. 109-a baxaq. Deyir dağın yamacında dəniz səviyyəsinə 1700 metr yüksəklikdədir. Dağın yamacından dəniz səviyyəsinə 1700 metr yüksəklikdə olan havanın temperaturu -5 dərəcə olarsa, onun deyir ətəyində 350 metr yüksəklikdə havanın temperaturu müəyyən edin. Deməli, 1700-də temperatur -5-dir. Bizdən də nəyi soruşur? 350-ni. Deməli, biz burada 1700-dən nəyə çıxacaq? 350-ni. Çıxın. Müəllim oradan çıxanda eləyir 1350. Sonra nə edəcəyəm? Təzədən 1350-ni vururuq 6-ya bölürük 1000-ə. Ay, sağ ol. Eləyir 8/1. -5-in də üstünə 8/1 gəlində eləyir 3/1. Düzdür. Bax, yenə deyirik. Metrdən metrə çıxdıq. 1700-dən çıxdıq 350-ni. Hə. Elədi 1350. 1350. 1350. Bizim də qayda qanunumuz var ki, 1000 metrə 6 dərəcədirsə, buna da x. X. Heç nə. 6-nı vur 1350-yə böl 1000-ə. O da eləyir nə qədər? 8,1. Səndə də bilirsən ki, aşağını istəyir. Aşağının temperaturunu istəyirsə heç nə. -5-in üstünə 8,1 gələndə o deyir 3,1. Cavabımız olur E bəndi. 109-a kimi uşaqlar izah verdi. İndi mən sizə link atacağım. Davamın izahı.